Machiavelli demişti, insan ya aslan kimi güçlü ya da tülkü kimi hilegar olmalıdır. Çünkü sadece dürüst olmaq bəs eləmir. Dünya dürüstləri mükafatlandırmır. Onları istifadə edir. İndi diqqətlə düşün. Bu dünyada sən ya oyunu oynuyorsan ya da oyunun bir hissəsinə çevrilirsən. Sadəcə fərq ondadır ki, birincilər masada oturur, ikincilər isə masanın üstündəki figurlardılar. Zənginlik bu masaya oturmaq üçün bilet kimidir. Pul təkcə rahatlıq deyil. Pul mövqedir. Pul nüfuzdur. Pul seçim azadlığıdır. Bəli, bəzən yalan danışmaq lazım gələcək. Bəzən sərt olacaqsan. Bəzən isə maska taxmalı olacaqsan. Və sən buna görə özünü günahkar hiss etmə. Bu ikiyüzlülük deyil. Bu həyatda qalma instinktidir. Dünya idealistlər üçün deyil, strateglər üçün qurulub. Bəziləri sadəcə yaxşı insan olmaq istəyir. Amma həyatda təkcə yaxşı olmaq azdır. Əgər sənin gücün yoxdursa, sənin yaxşı insan olmağın sadəcə başqalarının rahat yaşaması üçündür. İndi bir anlık düşün. Niyə bəzi insanlar eyni istedadla doğulur, amma fərqli yerlərə çatır? Niyə bəziləri çox bilir, amma az qazanır? Niyə bəziləri heç bir şeyi sənin qədər bacarmır, amma səndən çox tanınır? Cavab sadədir. Onlar oyunu anlayıblar. Onlar bilir ki, haqlı olmaq yetmir. Təsirli olmaq lazımdır. Bu dünyada səsi yüksək çıxan deyil, gücə sahib olan insan qalib gəlir. Zənginlik mikrofondur. Səni dinləyirlər, çünki sənin səsin daha ucadan gəlir. Səni görürlər, çünki sənin işığın daha parlaq yanır. Amma bunun üçün bir şeyi qurban verməli olacaqsan. Sadəlövlüyünü. Çünki bu oyun saf qalmaqla deyil, doğru maskanı taxmaqla oynanılır. Hər kəs maska taxır. Ağıllı insan maskasını idarə edir. Onu öz xeyrinə çevirir. Çünki məqsəd saxta olmaq deyil, maskanın görünən tərəfini strateji şəkildə seçməkdir. Əsl oyuncu bilir. Yalan, qəddarlıq və maska. Bunlar silahdır. Silahı necə istifadə etdiyin isə səni ya caniyə, ya liderə çevirir. Və sonda, unutma, dünya yaxşıları deyil, güclüləri xatırlayır. Yaxşı olmaq gözəldir, amma güclü olmaq zərurətdir. Zənginlik səni dəyişmir. Sadəcə sənin kim olduğunu daha aydın göstərir. Əgər içində güc, ağıllı niyyət və strateji düşüncə varsa, zənginlik səni oyunun figurundan oyunun sahibinə çevirəcək.